Hazırda regional TV olaraq Cənab Prezidentimizin bölgələrdə ictimai nəzarətin daha da güclü olması məqsədi ilə biz reportajlarımızı davam etdiririk. Hazırki reportajlarımız da Cəlilabad rayon Göytəpə şəhər 2 saylı Şəhid Vasif Hüseynov adına məktəbdədir. Burada vətəndaşları narahat edən məsələ Heydər Əliyev fond tərəfindən tikilmiş yeni məktəbin nə qazı var, nə işığı. Yaxşı olar ki, vətəndaşların dilindən eşidək. Çox sağ olun, minnətdarıq. İlk öncə valideynlər adından, elə özüm də valideynəm, mənim də 2 uşağım burada təhsil alır. Ölkə rəhbərliyinə, birinci xanım Mehriban xanıma təşəkkür edirik ki, ölkədə analoq olmayan məktəblə bizim uşaqlar təmin edilib. Məktəbdə istilik təchizatı quraşdırılıb, internetlə təmin olunub, internet otaqları var, kompüter otaqları var, hər şey var, hər şey qaydasında. Sadəcə bizim bugünkü gündə problemimiz odur ki, bizim məktəbə işıqdır, qazdır, təmin olunmur. Yəni məktəbdə uşaqlar soyuqdan donurlar, üşüyürlər, xəstələnirlər və onların təhsilləri geridə qalır. Davamiyyət zəifdir. Yəni uşaqlarımızı biz də istəyirik ki, biz xahiş edirik ki, artıq dərəcədə xahiş edirik. Prezidentimizdən, birinci vitse xanımdan, Mehriban xanımdan xahiş edirik ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlara öz töhfələrini versin, öz tapşırıqlarını versin, uşaqlarımız davamlı olaraq məktəbə davam eləsinlər. Mən Bəşirov Amil Məmmədoğlu, Cəlilabad rayon Göytəpə şəhəri. Vasif Hüseynov adına 2 saylı orta məktəbindən şikayətimiz onunla bağlıdır ki, qaz sistemi yoxdur. Yenisi ilə əvəz olduğuna baxmayaraq, nə qaz sistemi, nə işıq sistemi yoxdur. Təhsil demək olar ki, 0 dərəcəsindədir. Heç bir uşaq, heç bir valideyn uşağın məktəbə qoymur. Xahiş edirik aidiyyatı orqanlardan bu haqda maraqlansınlar bu haqda. Şabiyev Rəhim Mirzabaloğlu. Hal-hazırda uşaqların davamiyyəti məktəbdə olmadığı üçün uşağı bir həftədən yuxarıdır, öskürür, yəni balaca uşaqlara da evdə xəstəlik keçib. Məktəb o qədər soyuqdur ki, bir həftədir yeni təkrar dərs keçirir. Dərs 0-a bərabərdir. Bu cür məktəb tikilibsə prezident tərəfindən xahiş edirik, burada istilik sistemi, işıq qurulsun. Burada uşaqlar hal-hazırda məktəbə gəlməyə imkanımız yoxdur göndərməyə. Vətəndaş, siz bildirirsiniz ki, dərsin səviyyəsi 0-a bərabərdir. Dərsin səviyyəsi müəllimlərə aiddir ya qazın, işığın olmamasına görədir? Dərsin 0-a bərabərdir, ona görə bərabərdir ki, məktəb soyuqdur. Bu gün də təzə bu cür məktəbdir ki, orada istilik olmuyor, soyuq bir yerə. Uşağı gündə səhər 8-də, birinci sinif uşağı göndərdim bura. Gəlir uşaq qıpqırmızı, gün ortaya verəndə qıpqırmızı, elə bir ki, kim demiş, şaxtanın qabağından evə alıb. Belə olmaz da, xahiş edirəm cənab prezidentdən, Mehriban xanımdan. Bu tikildiyi məktəb gözəl məktəbdir. O kim demiş, məktəb uyğundur, ancaq istilik 0 dərəcəsi. Burada sizə yaradılmış şərait necədir? Qane edirmi? Bəli, qanedir. Elm təhsil üçün faydalıdır. Amma istiliyin, işığın olmaması bizə zərər vurur da. Kurtka ilə otururuq. İstər-istəməz yazı yazırıq. Bizi narahat edir. Soyuqdan da qat-qat geyinib gəlirik. Bu əlbəttə ki, bizə mənfi təsir edir də. Xəstələnirik, elmdən geri qalırıq. Bağırova Fəxriyə, Bəhruz qızı. Bəli, Heydər Əliyev fondu bizim üçün 3 mərtəbəli, çox gözəl şəraitli bir məktəb tikib. Biz bundan bəli, müəllimlərimiz də yaxşıdır, faydalanırıq. Sadəcə istilik sistemi ilə bağlı çox çətinlik çəkirik. Sinifdə kurtka ilə oturmaq bizə çox narahat edir də. Yəni dediyim kimi, sinif yoldaşım dediyi kimi bizə çox mənfi təsir göstərir. İsazadə Xədicə Anar qızı. Buyur Xədicə. Mən burada istilik sistemi ilə bağlı sizə müraciət edirəm. Yəni biz istilik sistemi ilə bağlı bir çox problemlər yaşayırıq. Təbii ki də bir şagird olaraq bu da bizim haqqımızdır. Əgər bizim istilik sistemimiz olmasa, yəni biz xəstəliyə tutulub və elm təhsil mərkəzindən geri qalırıq. Yəni təhsilimizdən geri qalırıq. Tək sizdə məncə istilikdir, eyni zamanda elektrik problemi var mı? Bəli. Elektrik problemində bizə bir çox mənfi xüsusiyyətləri vardır. Məsələn, biz informatika dərsində gedib kompüter otağına gedib dərs işləyə bilmirik. Çünki bu bizim işıq olmadığına görə və biz informatika dərslərindən müxtəlif zərər çəkirik də, yəni geri qalırıq dərslərimizdə. Liləman Müşfiq qızı. Siz nə deyə bilərsiniz bu barədə? Bəli, mən də sinif yoldaşlarımın dediyi kimi onlara qatılıram. Çünki bizim işığımız yoxdur. İşıq olmadığı üçün də dərs yazarkən işıq düşmür. İstilik yoxdur. Biz qalın geyinirik və bu zamanda xəttimizin səliqəsiz olmağına mane ola bilər. Çox üşüyürük və xəstələnirik. Bu da sinif yoldaşlarımızın xəstələnməyinə, yəni keçirə bilirik sinif yoldaşlarımıza. Buna görə də bizə köməklik etmələrini istəyirik.